Üçüncü hiylə lüğəti və şəri mənaları qarışdırmaq. Bu hiylə başda sələfilər və şiyələr olmaq üzrə bir çox firqə tərəfindən istifadə edilir. Anlaşılması üçün misallar verək. Məsələn, sələfilər öz məzhəblərinin doğruluğunu isbata çalışarkən, dəlil gətirdikləri hədislərdən birində deyilir: Rəsulullah vəfat etmədən bir müddət öncə qızı Fatiməyə "Niməs sələfu ənə ləki", mən sənin üçün nə gözəl sələfəm deyir. Hədisdən belə bir nəticə çıxarılır. Sələfiliyin əsasını qoyan Rəsulullahın özüdür və sələfiliyə tən edən dolayısıyla Rəsulullaha tən etmişdir. Halbuki hədisdə murad edilən sələfilərin qəsd etdiyi xüsusi istilahi məna deyil, sələf sözünün lüğəti mənasıdır. Əgər bu hədisdəki sələf kəlməsi lüğəti mənada olmasına rağmen sələfiliyin doğru olduğuna dəlalət etsəydi, o zaman Uca Allahın kafir olan Firavun haqqındakı ayəsi bu yolun batilliyinə daha güclü bir şəkildə dəlalət edərdi. Uca Allah ayədə buyurur: فَجَعَلْنَاهُمْ سَلَفًا وَمَثَلًا لِلْآخِرِينَ Biz onları sonradan gələnlər üçün sələf və məsəl etdik. Uca Allah bu ayədə Firavun və əshabını sonraki kafirlər üçün sələf adlandırmışdır. Bənzəri bir hiylə Şiə firqəsinin imamət nəzəriyyəsini isbatında görülür. Dəlil gətirilən ayələrin birində deyilir: Qalə inni cəilukə linnəsi imamə. Yəni Allah buyurdu: mən səni insanlara imam edəcəyəm. Halbuki ayədə fəqatilu əimmətəl kufr ayəsində olduğu kimi imam sözünün lüğəti mənası qəsd edilib. Şiə firqəsinin istilahındakı imamət sözü xüsusi bir termin olub daha dar və fərqli mənaya sahibdir. Dolayısıyla ayədə imamət nəzəriyyəsini dəstəkləyəcək bir dəlil yoxdur. Bu hilədən necə qorunmalıyıq? Sözlər lüğəti, şəri və istilahi olmaq üzrə çox fərqli mənalara sahib ola bilər. Uca Allahın məramı ancaq müvafiq mənaya uyğun davranmaqla anlaşılar. Bu prinsip sadəcə Allahın kəlamı haqqında deyil, hədislər, hətta alimlərin sözləri üçün də keçərlidir.